Deməli, tələbələr, axşamınız xeyir. Hər kəs salamlayıram. Eee, Ümumi olaraq özümü təqdim edeyim. Tarix müəllimi Azadə Nəzirova Peşəkar Akademiyasının abituriyent bölməsi üzrə tarix müəllimiyəm. Bugün biz sizinlə erkən orta əsrlərdə Türk dövlətləri mövzusunu izah edəcəyik. İlk öncə belə bir məlumat qeyd etmək istəyirəm. Dərsin gedişatında, sual-cavablarda, dərsimizin sonuna yaxın testlər olacaq. Bunlarda hər kəs aktiv iştirak etsə sevinərəm. Və sizə qaranlıq qalan məqamları sual verib soruşa bilərsiniz. Yəni nə aydın deyilsə, mövzu ilə əlaqədar sualınız varsa soruşa bilərsiniz. Deməli, keçək ilk öncə mövzumuza. Mövzumuz erkən orta əsrlər Türk dövlətləridir. İlk öncə sizə belə bir məlumat verim. Tarixdə bilirsiniz ki, qədim dünyada quldarlıq dövründən sonra gələn dövrün adı feodalizmdir. Və feodalizm digər adı ilə desək, orta əsrlər dövrü 3 əsas mərhələyə bölünür. Erkən orta əsrlər, klassik feodalizm dövrü, bunlara deyirlər inkişaf edən orta əsrlər dövrü. Bir də var son orta əsrlər dövrü. Biz indi bugünkü əsas mövzumuz erkən orta əsrlərdir. Erkən orta əsrlər deyəndə də şərq dünyasında 3-dən 11-ə qədər, qərb dünyasında da 5-dən 11-ə qədər olan dövrü qəbul edirik. Yəni ümumiyyətlə hər iki dövrdə də, yəni istəyir Avropa olsun, istəyir şərq dünyası olsun, hər ikisində də 11-ci əsrdə erkən orta əsrlər bitir. Və erkən orta əsrlərə düşən Türk dövlətləri deyəndə, burada Avropa Hun dövləti, Ağ Hun dövləti, Göytürk dövləti, sonra Xəzər xaqanlığı, Uyğur xaqanlığı, bunları qeyd edə bilərik. Hətta bunların içərisinə Qaraxani və Qəznəvi dövlətlərini də əlavə edə bilərik. O dövlətlərin yaranmaqlarını qəbul edə bilərik. İndi sual-cavab formasında gedəcəyik mövzumuzdan. Birinci başlayağın Avropa Hun dövləti. Avropa Hun dövləti bilirsiniz ki, buna bəzən tarixdə Attila Hunları da deyirlər. İndi kim mənə deyə bilər? Avropa Hun dövləti haqqında məncə bir çox tələbənin məlumatı var. Bugün mən özüm də onu izah edəcəm. Kim deyə bilər? Avropa Hun dövləti nə vaxt yaranıb? Neçənci əsrdə yaranıb? Demək istəyən var? Avropa Hun dövlətinin yaranması. 4-cü əsr yazılıb kitabda, eradan əvvəl. Kitabda yazılıb. Eradan əvvəl, bəli. Eradan əvvəl 4-cü əsrdə Avropa Hun dövləti yaranır. Hun dövləti necə yaranır, uşaqlar? Baxın, tarixdə 4-cü əsrdən 7-ci əsrə qədər olan dövrdə xalqların böyük köçüdür. Əgər uyğundursa, kameraları aça bilərsiniz. Açıram. Aha. Digər tələbələr, hər kəs üçün keçərlidir. Kimə uyğundursa, kameranı zəhmət olmasa açsın. Kameraları açın ki, ümumi sual-cavab əsasında gedəyin. Bugün dərsimizdə sizə xəritələr də mən göstərəcəm, mövzu ilə əlaqədar suallara da baxacağıq. Deməli, 4-cü və 7-ci əsrlər tarixdə gedir xalqların böyük köçü dövrü. Yəni, bu xalqlar köç edirdilər. Nə üçün köç edirdilər? Gəlin elə bunu sual altında qoyalım. Sizcə xalqlar niyə köç edirdi? Bunun siyasi səbəbləri var. Aha. İqtisadi səbəbləri var, sosial səbəbləri var. Xalqlar, məsələn, daha çox köçdə iştirak edənlər Hunlar, Alanlar, Slavyanlar, Qot tayfalarıdır. Baxın, Hunlara mən elə Hun dövlətinin yaranmasını bu köçlə əlaqələndirəcəm. Çünki xalqların böyük köçünün 3 əsas səbəbi var. İqtisadi, sosial və siyasi səbəbi. Siyasi. Ay, sağ ol. İqtisadi nə ola bilər? Otlaqların tutulmaması yazılıb. Bəli, otlaqların çatışmaması, quraqlıq, Türk tayfaları daha çox məşğul olurdu hansı sahə ilə? Türk tayfaları daha çox məşğul olublar maldarlıqla. İndi sual verəcək. Uşaqlar, suallarda fəal iştirak edin, kameralar açıq olsun. Kameralar açıq olsun, fəal iştirak edənlərin adlarını mən qrupa qeyd edirəm. Kənar səslər olmasın. Deməli, Türk tayfalarının əksəriyyətinin əsas təsərrüfatı
maldarlıq olduğu üçün bu tayfalar köç etməli idilər. Və başlayırdılar 4-cü əsrdən 7-ci əsrə qədər köç etməyə. Maldarlıq üçün də nə lazımdır? Yeni otlaq sahələri. Yəni köçün əsas səbəblərindən biri iqtisadi səbəblərdir. Biri də var siyasi səbəblər. Siyasi səbəblər adı üstündə. Tayfaların, dövlətlərin yürüşü. Məsələn, Çin var idi, başqa bir dövlətlər vardı ki, Türk tayfaları üzərində yürüşlər edirdi. Və bunlar da məcbur olurdu yeni ərazilərə köç etsinlər. Daimi olaraq bir yerdə qala bilmirdilər. Sonra sosial səbəblər. Sosial səbəblər bilirsiniz ki, o dövrdə, orta əsrlər dövründə əhalinin sayı artırdı. Və əhalinin sayı artdıqca erkən orta əsrlərdə xalqlar da başqa bir ərazilərə köç edirdilər. Və bu köçlər nəticəsində xalqlar iştirak etdi, gəldi başladı 4-cü əsrdən yeni türk dövlətləri yaranmağa. Qərbi Hun dövləti digər adı ilə tarixdə gedir Avropa Hun dövləti. Bunlara niyə Avropa deyirik? Çünki daha çox Qərbi Avropa istiqamətindəki əraziləri əhatə etdiyinə görə və Avropa istiqamətinə türk tayfaları olan Hunlar yürüş etdiyinə görə biz bunlara deyirik Avropa Hun dövləti. Avropa Hun dövlətini kim yaratmışdı? Balamir xan 374-də. Ay sağ ol. 374-cü ildə Balamir tərəfindən yaradılmışdı. Doğrudur. Başqa əlavə etmək istəyən var? Olamaz. Avropa Hunlarla əlaqədar. Burada yazılıb ki, ərazisi şərqdə İdil çayı, qərbdə Reyn çayı, şimalda Baltik dənizi, cənubda Balkan yarımadasına kimidir ərazisi. Bəli. O da Attilan dövründə. Attilan dövründə dövlətin əraziləri, sərhədləri daha da artmışdı. Balamir xanın başçılığı ilə 4-cü əsrin 70-ci ilində Avropa Hun dövləti yaranır. Məsələn, il olaraq da 374 də deyə bilərik. 374-cü ildə Avropa Hun dövləti yaranır. Və Avropa Hun dövləti erkən orta əsrlər dövründə yaranan, belə gedin də 4-cü əsrdə xalqların bölgüsündə yaranan türk dövlətlərindən biridir. Balamirin dövründə Cənubi Qafqaz, Anadolu istiqamət ərazilərinə Hunlar yürüşlər edirdi bu istiqamətdə. Və Hun dövlətinin, baxın, bunu bəzən tələbələr testlərdə qarışdırırlar. Bunu qeyd edirəm ki, yanınızda qeyd dəftərləri olsun ki, qarışdırmayın. Qərb Hunların, söhbət Avropa Hunların gedir. Yəni, Qərb Hunların ilk başçısı Tanrı xan olub. Qərbi Hunların ilk başçısı Tanrı xan olub. Tanrı xan hökmdar deyil. Yəni, nədir ki, Avropa Hun dövlətini bu adam yaratmayıb. Sadəcə Qərb Hunların ilk başçılıq edən şəxs olub. Yəni, tayfaları öz ətrafına toplayıb. Amma Balamir xan Qərb Hunların dövlətin yaradan başçısıdır. Deməli, tayfa olaraq bunların ilk başçısı oldu Tanrı xan. Dövləti yaradan Balamir. Dövləti yaradan oldu Balamir xan. Bəli. Amma biz Avropa Hunu deyəndə həmişə axlımıza birinci Attila gəlir. Niyə Attila gəlir? Çünki Attila bu dövlətin ən qüdrətli hökmdarıdır. Atilla eşitmişəm. Attila haqqında kimsə nəsə bilirmi məlumatlardan? Kim bilir desin? Atilla. Bəli. Kim bilir desin ətraflı məlumat ya da nə bilirsə onun haqqında desin. Yadda qalmayıb Attila? Attila Mən təzə başlamışam deyə heç nə bilmirəm. narahat olmayın. O bizim dərslərin gedişatında məlumatların hamısının ardıcıllığına öyrənəcəksiniz. Attila 434-cü ildə qardaşı Bleda ilə birlikdə hakimiyyətə gəlir. Yəni tək gəlmir. Qardaşı ilə birlikdə gəlir. 434-dən 445-ə qədər qardaşı Bleda ilə birlikdə dövləti idarə edir. 445-ci ildə Bleda'nın vəfatından sonra Attila tək başına dövləti idarə edir. Yəni tək başına dövləti idarə etməyə başlayır. Yəni Attila'nın əsas hakimiyyət illəri deyəndə ümumiyyətlə qeyd edirsiniz 434-dən 453-ə qədər. Attila Avropa Hun dövlətini idarə edib. Digər tələbələrdən xahişim var. Mümkündürsə kameraları açın, zəhmət olmasa. Mən açmayayım. Kameraları açın.
Ümumi olaraq sual-cavablarda fəal iştirak etmək üçün kameralar açın, dərslərə cavab vermək üçün kameralar açın ki, ən azından tələbələri də tanıyaq. Və 434 Ben tələbiyəm. hələ şagirdlər də aça bilər. Hani bu sinə açıb. Sarvan da açdı. Bir dəqiqə sakitliyə riayət edək uşaqlar. Deməli, təkcə tələbələr olaraq demirəm. Məzunlarımız da ola bilər, şagirdlər də ola bilər. Kameralar açıb dərsin gedişatında fəal iştirak edə bilərsiniz. Və 434-cü ildən Atilla'nın hakimiyyət dövrü başlayır. 434-cü ildən Atilla'nın hakimiyyət dövrü başlayır. Attila hakimiyyətə gələn kimi əsas təbii ki, Avropa Hunların da düşməni olan dövlətlər vardı. Bu dövlətlərdən biri hansıydı? Tarixin ən uzun ömürlü imperiyası hansı olub? Kim deyər? Roma imperiyası. Romadan ayrılan, o Roma parçalanır, Roma parçalanması nəticəsində yaranıb. Tarixin ən uzun ömürlü imperiyalarından biri. Halbuki Osmanlı həmin dövlətə son qoymuşdu. Bizansın adını eşitməmisiniz? Bizans dövləti. Bizans. Tarixin ən uzun ömürlü imperiyalarından biri Bizansdır. Və Attila da hakimiyyətə gələn kimi əsas hədəflərindən biri Bizans oldu. 434-cü ildə Attila Bizansa yürüş etdi. 434-cü ildə. Və Bizansla Attila arasında Konstans sülhü imzalandı. Bu əvvəl köhnə kitablarda uşaqlar adı Konstans yazırdı, amma yeni kitablarda bunun adları çıxarılıb. Təkcə adı gedir Bizansla müqavilə. Attila'nın 434-cü ildə Bizansla imzaladığı müqavilə. Və həmin müqavilənin şərtinə görə Attila Bizansa illik xərac ödəməlidir. Daha doğrusu Bizans Attila'ya illik xərac ödəməlidir və bir də şərti vardı ki, müəyyən olunmuş sərhəd bölgələrdə ticarət əlaqələri qorunub saxlanılmalı idi. Bu da Attila'nın əsas tələblərindən biri idi. 434-cü ildə oldu bu müqavilə. Amma 447-ci ildə Attila yenidən Bizansa yürüş etdi. Baxın, bu yenidən məsələləri testlərə düşür. 447-ci ildə Attila yenidən Bizansa yürüş etdi. Sual versəz Qay müəllim, bu 434-də yürüş etmişdi. Niyə yenidən yürüş etdi? Çünki Bizans 434-cü il müqaviləsinin şərtlərini pozurdu. Necə pozurdu? Birincisi, xəracı gecikdirirdi. Bu Attila'ya illik xəracı verir axı. O xəracı gecikdirirdi, ödəmirdi. İkincisi, Hunlara tabe olan xalqları üsyana qaldırırdı. Məsələn, hansı ki xalqlar var, o xalqlar Attila'dan asılıdır. Onları üsyana qaldırırdı. Attila'ya qarşılıq hakimiyyətə qarşı qaldırırdı. Bu da Attila tərəfindən biraz Attila buna qəzəbləndi və 447-ci ildə yenidən Bizansa yürüş etdi. Və bu dəfə də Bizans çətin şərtlərlə müqavilə imzalamağa məcbur edildi. Bu Bizansla olan məsələdir. Yəni Attila'nın Bizansla imzaladığı müqavilələr 434 və 447. İndi keçək Attila'nın Qərbi Roma ilə münasibətləri. Bu arada uşaqlar, sizə bir tarixdə bir məsələni də qeyd edim. Bizans Şərqi Romadır. Bizans Şərqi Romadır. Digərdə İtaliya torpaqları vardı, bu Qərbi Romadır. 395-də axı bizim Roma imperiyası bölünmüşdü Şərqi Roma və Qərbi Romaya. Bəli. Bu 434-447-ci il məsələləri Şərqi Roma, yəni Bizansla olandı. Bir də var Qərbi Roma. Qərbi Romaya gəldikdə isə Attila qərb istiqamətinə yürüş etdi, Qaliyaya səfər etdi. Qaliyadakı indi Fransadakı yerdir, ərazidir. Qaliyaya səfər etdi və 451-ci ildə Attila artıq Qərbi Romaya yürüş edəndə bunların aralarında bir döyüş oldu. Hansı döyüşdü bu da? Katalan döyüşü. Katalan döyüşü, ay sağ ol. Katalan döyüşü baş vermişdi. Və Katalan döyüşündə tərəflərin heç biri ciddi qələbə qazana bilmədi. Nə Attila, nə də ki Qərbi Roma. Bilirsiniz niyə qələbə qazana bilmədi? Çünki Qərbi Roma qoşunlarının başçısı Aetsi idi.
Ayetsi də Attillanın uşaqlıqdan tanıdığı dostuydu. Yəni bunlar bir-birinin döyüşmə qabiliyyətini yaxşı bilirdilər. Ona görə tərəflərin heç biri ciddi qələbə qazana bilmədi və çoxlu, yəni orduda əsgər itirilmişdi bu döyüşdə. Hər ikisi çox itki vermişdi və 452-ci ildə Attila yenidən Bizansa, Qərbi Romaya yürüş etdi. Amma bu dəfə də Romanın şəhərlərini dağıtmadı. Dağıtmamasının səbəbi nə oldu? Kim Attiladan xahiş etdi? Hı? Roma papası. Roma papası Attila Roma şəhərinə qədər gəldi, amma şəhərlərə toxunmadı. Yəni Hunlar şəhərləri Avropa Hun dövləti yürüş edəndə Romanın şəhərlərini dağıtmadı. Bu testlərə düşür. Yazır ki, Attilanın dövründə Qərbi Romanın şəhərləri dağıtılmışdı. Xeyr. Yürüş etdi sadəcə. Təbii ki, yürüş zamanı zərərlər gördüyü olur. Amma papanın xahişi var burada. Papa gəlib Attiladan xahiş etdi ki, nə şərt deyirsən, şərtlərini qəbul edirik, amma Roma şəhərinə toxunma. Attila da ağır şərtlərlə öz şərtlərini irəli sürdü və Romada bunu qəbul etdi. Attilanı tarixdə necə adlandırırlar? Burada 7-ci sinif olan var, yoxsa Tərlan yazılı var. Tərlan neçənci sinifsiz? Mən 8-ci sinif. 8. Aha, əla. Bəs digər tələbəmiz, siz neçənci sinifsiz? O dünya görüş yazılıb aşağıya, yox, dünya gül yazılıb aşağıya. 5-ci sinifdə oxuyuram. Neçənci sinifdə? 2-ci sinif, 5-ci sinifdə. 5-ci sinifdə. Ay sağ ol. Tarixi bu il ilk dəfədən 5-ci siniflərdən keçirsiniz, amma 7-ci sinifə çatanda bu mövzuları keçəcəksiniz. Hər biriniz 8-lər 7-də oxuyanda keçiblər və yaxud da ki, abituriyentlər hazırlaşdığı dövrdə bu mövzuları yenidən keçiblər. Attilanı tarixdə uşaqlar Tanrı Qırmancı və dünyanı titrətmək üçün doğulan. Ay sağ ol. Dünyanı titrətmək üçün doğulan. Tanrı qırmancı niyə görə deyirdilər sizcə? Səbəb nədir? Öz fikirlərinizi necə deyə bilərsiniz? Tanrıya inanırdı. Tanrıya inanırdı o öz yerində, bəli. Tanrı qırmancı o idi ki, Attila deyirdi ki, onun inancına görə, ümumiyyətlə Hunların inancına görə Tanrı Attilanı yer üzərindəki o bəzi xalqları cəzalandırmaq üçün göndərib. Ona görə ona Tanrı qırmancı deyirdilər. Yəni Attilanın vəsvəsi gəlib Dünyanı titrətmək üçün doğulan. Bəli. Və Attilanı Makedoniyalı İskəndər, Yuli Sezar oxşadırdılar. Onlarla eyniləşdirirdilər ki, Yuli Sezar və Makedoniyalı İskəndər kimi Attila da o dövrün, yəni orta əsrlər dövründə olan tanınmış bir hökmdardır. Və daxili siyasətlər Makedoniyalı İskəndər Roma imperiyasının idi. Makedoniyalı İskəndər Makedoniyanın, el adı üstündə Makedoniyalı İskəndər. Makedoniyalı İskəndər Makedoniyanın hökmdarı olub. Yuli Sezar isə Romaya aiddir. Romanın Respublika dövründə diktatoru olub. Yuli Sezar. Eyni zamanda diktator olmamışdan əvvəl Romanın tanınmış bir sərkərdəsi olub. Yəni onların siyasətini Attila ilə müqayisə edirlər. Deməli, Attilanın Roma şəhərinə dedik, dağıtmadı şəhərlərin, çox ağır şərtlərlə papadan xərac aldı və geri qayıtdı. 453-cü ildə, yəni Katalan döyüşündən tam 2 il sonra, 453-cü ildə Attila Sasanilərin üzərində yürüş edəndə müəmmalı şəkildə vəfat edir. Birdən sual versəz ki, müəllim, bəs biz başqa mənbədə oxuduq, orada fərqli yazılmışdı. Əsas məktəb dərsliklərində yazılan məlumat budur ki, Attila Sasanilərin üzərinə yürüş edəndə vəfat edir. Bu məlumat qeyd olunmuşdur. Amma fərqli mənbələr də var. İndi araşdırsaz, fərqli mənbələrdə də Attilanın vəfat etməsi haqqında müxtəlif məlumatlar yazırlar. Biri deyir sarayda öldürülmüşdü, biri deyir, nə bilim, öz yaxınları tərəfindən öldürülmüşdü. Amma son məlumat, indi biz məktəb dərsliyinə əsasən gedirik. Orada da deyir ki, müəmmalı şəkildə Sasani üzərinə yürüş edəndə öldürülmüşdü. Amma biz bunu belə deyirik ki, əgər Attila 453-cü ildə Sasaninin üzərinə yürüş etsəydi, Sasani bəlkə də onu da süqut edərdi. Bəli, Sasani süqut edərdi. Çünki Attilanın yürüş edib o dövləti süqut etmək kimi bir planları var idi.
Bax, belə qeyd edə bilərik. Sasani sonradan gec süqut eləyəcək. Sasaninin süqutu 651-dir ərəblər tərəfindən. Sasani-Bizans müharibəsi çox olmuşdu mən bilən. Sasani ərəb müharibələri də olub. Bizansla da olub, ərəblə də olub. Müqavilə imzalamışdı Bizansla 1035-də idi, neçənci ildə idi? Hansı dövlət? Sasani. Sasani 1035-i görməyib baxın. Sasani 651. Bizansla müqavilə imzalamışdı, səhv eləmirəmsə. Bizansla Sən birinci qoymuşdun. Bir bağlanınca belə çıxır. Sasani dövləti, Satmıyor. Sasani dövləti Bizansla imzalanan müqavilələrə görə Albaniya dövləti yenidən Sasaninin hakimiyyəti altında qalmışdı. Amma Sasaninin Roma ilə müharibəsini desəz, hə, Roma ilə də müharibə aparıb, o öz yerində. Roma ilə də müqavilələr imzalayıblar. O 387-də olandı Sasani-Roma müqavilələri. Onları Azərbaycan tarixinə aiddir. Ümumi tarixdə erkən orta əsr türk dövlətlərinə gəldikdə Hunlara. Bu arada Hun dövlətində Attillanın heykəli də var. Attillanın, oğlu Cavaxanın Budapeştdə heykəlləri var. Budapeşt haranın paytaxtıdır? Kim deyər? Paytaxtlar haqqında məlumat olanlardan Budapeşt haranın paytaxtıdır? Budapeşt. Onda dərsin gedişatında uşaqlar qeydlər aparın ki, növbəti dərslərimizdə də məlumatlar yadınızda qalsın. Budapeşt Macaristanın paytaxtıdır. Macarıstanın Budapeşt Macaristanın mərkəzidir və burada Cəbaxanın eyni zamanda Attillanın heykəlləri var. Desəz ki, müəllim, Caba kimdir? Onun haqqında da sizə bir məlumat verim. 453-də Attillanın ölümündən sonra Avropa Hun dövləti onun varisləri idarə edir və 453-dən 470-ə qədər. 470-ci ildə də Avropa Hun dövləti süqut edir. Necə süqut edir sualını versəz, Avropa Hun dövlətinə tabe olan xalqlar üsyan qaldırır, tayfaların bəziləri və bu üsyanlar nəticəsində 470-də Avropa Hun dövləti zəifləyir, süqut edir. Və sonra Hunların bir hissəsi Qara dənizin şimalı, Qafqaz və Macarıstan ərazilərində məskunlaşır. Və Attillanın kiçik oğlu Cavaxan isə o bəzi Hun tayfaların öz ətrafına çəkərək Macarıstanda yeni bir dövlət yaradır. İndi də özündə də Budapeştdə Cavaxanın Heykəl var. kitabınızda da məncə vəsaitlərinizdə onun heykəlinin təsvirləri var. Təsvirləri qeyd olunmuşdur. Yəni Qəribə bir temadadır. bəli, ay sağ ol. Ona görə deyirlər, bəzi mənbələr hətta deyir ki, türk xalqları, Macarlar Hunların varisləridir. Hunların varisləri olaraq onları qəbul edirlər. Yəni türk olaraq onları görürlər də. Amma elə mənbələr var, bəziləri deyir ki, yox. Onları varis olaraq, yəni Macarları bəzi tarixçilər deyir ki, Hunların varisidir. Bəziləri deyir ki, xeyr, varis deyil. Burada yazılı belə bir şey. Ay sağ ol, o da varis. Amma türk tayfaları da elə varisi olaraq qəbul edilir. Çünki Hunlar da mənşəyicə türk olublar. Bu Avropa Hun dövləti. Bəli, sual vermək istəyirsiniz, buyurun. Attillanın Roma ilə bir bağı var idi. Qohumluq əlaqəsi yoxsa müharibə əlaqəsi? Müharibə. Əlbəttə ki. Həm Şərqi Roma ilə, həm Qərbi Roma ilə. İkisi ilə də müharibə aparıb. Hər iki Roma ilə uşaqlar Attila müharibə aparıb. 434-447-ci il müqavilələri, əlaqələri bu Şərqi Roma iləndir. 451-52-ci il məsələləri Qərbi Roma iləndir. Şərqi Romanın adını qarışdırmayın. Şərqi Roma Bizans deməkdir. Mənbələrdə onun adı Bizans imperiyasıdır. İndi Hunlardan qeyd edək. Elə Avropa Hunla eyni əsrdə mövcud olan digər dövlət də ki, Hun dövlətidir. Bu da eyni əsrdə mövcud olub. Hunlar da eradan əvvəl 4-cü əsrdə meydana gəlib. Bəzən tələbələr necə? Sizdə müharibə ilə bir də qohumçuluqla. Qohumçuluqla bir bağı var idi. Roma ilə qohumluq əlaqələri xeyir. Roma ilə hər hansı bir qohumluq əlaqəsi falan saxlamayıb. O bayaqları Aetisi məsələsini dedim. Aetisi ilə Attila qohum deyildi. Aetisi bilirsiniz kim idi? Aetisi Attila Roma qoşunlarını topladı, düzdür? Getdi Roma şəhərinə. Roma şəhərini tutmaq istəyirdi. İşğal etmək istəyirdi. Qoşunlarını toplayıb gələndə gördü ki,
Roma şəhərində ordunun komandanı Ayetisidir. Ayetisi də ki, uşaqlıqda Attila ilə böyümüşdü, qohum deyildilər. Sadəcə bir böyümüşdülər deyə bunların ikisinin döyüşmə qabiliyyətləri eyni idi. Yəni necə düşmənə qarşı mübarizə aparırlar, bunların hamısını öyrənmişdilər. Yəni Attila da onda başa düşmüşdü ki, elə Katallan döyüşündə heç bir tərəf ciddi qələbə qazana bilməyəcək. Evet. Və Axunlara gəldikdə bəzən şagirdlər sual verir ki, müəllim, Avropa Hunundan Axunun, xüsusilə də ki Axundan xəritəsi imtahana düşürmü? Axunların Göytürk dövləti olsun, Axunlar olsun, bunlar da deyil. Əsas qəbul imtahanına düşən xəritələr o klassik feodalizm dövrünün xəritələridir. Onlar düşür. Erkən orta əsrlərdəndirsə, daha çox biz son dövrlərdə imtahanda görürük Ərəb xilafətini. Ərəblərin yürüş etdiyi yerlərin xəritəsi, bax onları daha çox görürük. Frank dövləti, bunları qəbul edə bilərik. İndi növbəti dərslərimizdə artıq Frankların, Ərəblərin, bunların da izahını edəcəm. Ağ Hunlara gəldikdə uşaqlar, bunlar Avropa Hunlarından fərqlənir. Fərqləndirici cəhəti nələrdir? Avropa Hun dövləti qərb istiqamətində idi. O Fransadır, Almaniyadır, Macarıstandır. Bu istiqamətlərə gedib çıxmışdılar. Hətta biz deyirik ki, Avropa Hun dövlətinin sərhədləri Attillan dövründə daha da artdı. Şərqdə İdil çayı, qərbdə Reyn çayı, şimalda Baltik dənizi, cənubda Balkan yarımadası. Bu torpaqlara qədər əhatə edib. Amma Axunların ərazisi isə Axunlar Mərkəzi Asiya, Əfqanistan, şimal-qərbi Hindistan. Yəni əsasən mövcud olan Axunların torpaqları bunlar idi. Mərkəzi Asiya, Əfqanistan, şimal-qərbi Hindistan. Bu torpaqları əhatə edib. Və Axun dövləti Avropa Hundan oxşar ki, ikisi də eradan əvvəl 4-cü əsrdə yaranıb, amma Axunlar 5-ci əsrdən etibarən Eftal dövləti olaraq tanınır. Bunlara deyirlər Eftalitlər dövləti. Niyə Eftalitlər dövləti deyirik uşaqlar? 5-ci əsrdə Axunlarda hakimiyyətə Eftal xan gəlib. Və Eftal xanın adı ilə əlaqədar tarixə düşüb Eftalitlər dövləti. İndi xanın adını dövlətə veriblər. Axunların ən qüdrətli hökmdarları Mihraqul xan da olub, ondan öncəki dövrdə Axsuvar xan da olub. Axsuvar xanın indi maraqlı bir cəhəti də var. Axunları əlaqələndirəcəyik Sasanilərlə. Bayaq hətta Nurgül qeyd etmişdi. Dedi, Sasani dövlətinin bayaq adını çəkmişdi. Axunları Sasanilərlə bugün əlaqələndirəcəyik. Əlaqələndirmək üçün ilk öncə gələk Axun hökmdarı Axsuvar xanın hakimiyyət dövrünə. Axsuvar xan özü 5-ci əsrdə hakimiyyətdə olub. 430-da hakimiyyətə gəlib və Axsuvar xan hakimiyyətə gələndə Sasani dövləti ilə müharibələr aparıb. Hətta o qədər müharibələr aparıb ki, 484-cü ildə Axunlar Sasaniləri məğlub edərək Herat şəhərini ələ keçiriblər. Heratdakı Mərv yolunun üzərində yerləşən şəhərdir. Herat şəhərin tabe etmişdilər. Və Axsuvar xan Axunların hökmdarıdır. Axsuvar xan həmin dövrdə Sasani ilə yalnız müharibə aparmayıb. Sasani ilə ittifaq da yaradıb. Yəni Sasani ilə bunlar arasında əlaqələr də olub. Necə əlaqələr olub? Axsuvar xan Sasani hökmdarı, o dövrdə Sasanilərdə Firuz adlı şah olub. O hakimiyyətə gəlmək istəyirmiş, gələ bilmirdi. Və Axsuvar xan həmin xana, yəni Firuz şaha, Sasanilər dövlətində hakimiyyətə gəlməyə kömək edib. Sonra nə baş verib? Bu Sasanilərə kömək etdi də, düzdür, hakimiyyətə gəlməyə. Sonra Firuz şah, Sasaninin hökmdarı, Axsuvar xana bir müddət əlaqələrin qorusa da, sonra başladı Axunlara qarşı çıxmağa. Halbuki Axunlar kömək etmişdi onun hakimiyyətə gəlməyinə. Axunlara qarşı çıxdı və Axsuvar xan da artıq yenidən Sasanilərə qarşı müharibə apardı. Sasanilərə qarşı müharibədə də bir taktika işlətdi. Turan taktikası. Ən çox eşitdiyim sözdür o. Bəli, Turan taktikası. Ən çox harda görmüsünüz o sözü, Turan taktikası? Yalan deyərəm, amma 5-ci, 6-cı, 7-ci də eşidirdim tez-tez Turan taktikasını. Müharibələrdə istifadə edirdilər.
Müharibələrdə ay sağ ol. Yəni türklərin ən məşhur taktikalarından Taktikası. Asiya Hun dövlətində Mete xan o taktikadan istifadə etmişdi. Azərbaycan tarixində Səfəvilərin dövründə məsələn Şah 1-ci Abbas Anladım. istifadə etmişdi o taktikadan, Turan taktikasından. Çox məşhur bir taktikadır. Və O vaxtdan eşidirəm. necə? O vaxtdan eşidirəm. Yəni 5-ci, 6-cısını eşidirəm o sözü. Turan, bəli, türklərin müharibədə qalib gəlmək taktikasıdır. İstifadə olunan bir məşhur bir taktikadır və Axsuvar xan Turan taktikasından istifadə edərək Sasaniləri məğlub edir və hansı ki o Sasani hökmdarı Firuz Şahı da məğlub edir. Halbuki Firuza kömək etmişdi hakimiyyətə gəlməyə. Firuz Şah məğlub oldu və Firuzdan sonra Sasanilər dövlətində hakimiyyətə oğlu 1-ci Qubad gəldi və bu dəfə də Axunlar Sasanilərlə düşmən olmadılar. İndi hakimiyyət dəyişib də, indi Firuz Şah yoxdur ki, onun oğlu 1-ci Qubad gəlib. Və Axsuvar xan nə etdi? Axsuvar xan Sasanilərlə qohumluq əlaqəsi yaratdı. Bayaq Öz qızını verib. necə? Öz qızını 1-ci Qubada verib. Ay sağ ol. Bəli, öz qızının Sasani hökmdarı 1-ci Qubadla evləndirmişdi ki, qohumluq əlaqəsi yaratsın. Yəni Sasanilərin ən məşhur, bəlkə də burada 7-ci sinifdən keçmisiniz, 8-lər də 7-də keçib bunu bilir. Sasani şahı 1-ci Xosrov. Xosrovun islahatları var. O islahatlar Azərbaycanda da təsir göstərmişdi. 6-cı əsrdə keçirilmişdi. Həmin o Xosrov Ənüşrəvanın anası Axun hökmdarı Axsuvar xanın qızı idi. Yəni Sasanilərdə Xosrov Ənüşrəvanın bir tərəfi Sasani olsa da, digər tərəfi anası tərəf türklərlə qohumu idi. Axunlarla qohumu oldu. Deməli belə, biz deyirik ki, Axunların ən qüdrətli hökmdarı Axsuvar xandan sonra Mihraqul xandır. Mihraqul xanı niyə qüdrətli adla adlandırırıq? Çünki Hindistana qədər gəlib çatıb. İndi mən belə bir sual qoymaq istəyirəm. 8-də oxuyanlar da 6, 7, ümumiyyətlə bu sualı məncə fikirləşsələr tapa biləcəklər. Tarixdə hansı hökmdarları tanıyırsınız ki, Hindistana yürüş edib? Hı? Ən məşhur hökmdarlardan Hindistana yürüş edib. Bax, bayaqları kimin adını çəkdim, dedimi, Atilla'nı onunla müqayisə edirdilər. Yuli Sezar, Makedoniyalı İskəndər. Aha, bax, oradan Yuli Sezarı yox, Makedoniyalı İskəndəri qəbul edirik. Makedoniyalı İskəndər Hindistana yürüş edib. Eradan əvvəl 4-cü əsrdə. Bax, onun adını çəkə bilərik. Elə bu Axunlardan Mihraqul xan Hindistana yürüş edib. Ən məşhur Türk dünyası hökmdarlarından Əmir Teymur. Dəmir hökmdar olaraq tanınırdı Əmir Teymur. O Hindistana yürüş edib. Və Mihraqul xan Hindistana gedəndə Hindistanda döyüş filləri gətirmişdi. 700-dən çox döyüş fili vardı Mihraqul xanın ordusunda. Bu arada Türk hökmdarları da döyüşdə fillərdən istifadə ediblər. Elə orta əsrlər dövründə əlaqələndirim sizlərlə. Düzdür, bu klassik feodalizm dövrünə düşür. Tarixdə Ankara döyüşünü eşitmisiniz? Ankara döyüşü Əmir Teymurla Osmanlı arasında. O döyüşdə Osmanlıya qarşı Əmir Teymur döyüş fillərindən istifadə etmişdi. Yəni Osmanlı ordusu da gördü ki, Əmir Teymur süvari qoşunla bərabər döyüş fili ilə gəlir. İndi sizə sual verim. Süvari qoşunla döyüş fili döyüşdürmək ədalətlidirmi? Bəli, ədalətli deyil. Yəni o döyüş filini elə görən kimi süvari qoşundakı atlılar qaçırlar. Bəli. Təbii ki. Çünki çox fillərin həcmi, yəni nəzərə alsaq ki, Axunların ordusunda 700-dən çox döyüş fili vardı. 700 fil nə deməkdir? Demək, bu birbaşa artıq Hindistanın desəz ki, müəllim, Hindistanı tam işğal etdi, xeyr. Bütün Hindistanı tutmaq çox çətindir. Hətta demək olar ki, çox hallarda da mümkünsüzdür. Hindistanın yalnız şimal-qərb torpaqları o hissələri tabe etmişdir. Və həmin Mihraqul xan dövründə də Axunların ərazisi Hindistanın şimalından Aral gölünə və Tibet dağlarından Xəzər dənizi sahillərinə qədər torpaqları əhatə edirdi.
Axund dövləti. Güclü dövlət idi, bəli, güclü dövlət idi, amma 6-cı əsrin ikinci yarısında dövlət bir qədər zəifləyir və 567-ci ildə Göytürklərlə Sasanilər birləşir, gəlir Axund torpaqların öz aralarında bölüşdürürlər. Yəni birdən sizə testlərdə düşsə ki, hansı türk dövlətinin ərazisi iki dövlət tərəfindən bölüşdürülüb, Axunu deyə bilərsiniz. Ərazisi Göytürk və Sasanilər tərəfindən bölüşdürülmüşdür. Bunları qeyd edə bilərsiniz. Digər Türk dövlətimiz haqqında da biraz məlumat verək, sonra testlərimizə baxaq. Yəni testlərimizə baxaq deyəndə narahat olmayın. Testləri indi qrupa göndərəcəm mən. Birlikdə burada müzakirə edəcəyik testlərimizi. Digər Türk dövlətimizin adını hər biriniz eşitmisiniz. Onu mən Azərbaycanla əlaqələndirəcəm. Azərbaycan bayrağının mavi rəngi nəyi bildirir? Mavi rəngi bir də yadımdan çıxdı. Nədən çıxdı? Yaşıl İslamçılıq idi, qırmızı türkçülük idi. Qırmızı, qırmızı türkçülük idi. Dəyiş, elə deyil. Müəllim G. Türk idi, qırmızı. Yaşıl İslam. Düzdür. Müasirliyimizi bildirirdi. Qırmızı, aha. Müasirlik. Müasirimizi, bəli, müasirimizi bunları bildirir. Və baxın deyirik ki, göy nəyi bildirir? Türklüyümüzü bildirir. Düzdür? Göy hardan gəlir türklüyümüzü bildirir? Göytürk dövlətindən. Göytürklərin bayrağından. Göytürklərin bayrağı, mavi göy rəng bayrağı var, üzərində qurd başlı bayraq. Bəli, var, qurd başlı. Aidiyyətimə düşdü müəllim, keçmişdi ya vaxtı. Bəli, qurd başlı bayraq və onunla əlaqədar göy rəng bayrağımızda türklüyü bildirir. Çünki həm də ki, belə yadda saxlayın, Göytürk dövləti adında ilk dəfə türk sözün qəbul edən dövlətdir. Göytürk. Yəni demirik, ilk türk dövləti. Göytürkdən əvvəl bizim Hunlar var, Avropa Hun, Ağ Hun, ondan öncə qədim dövrdə Böyük Hun imperatorluğu var, Asiya Hunları. Onlar var. Amma Göytürk adında ilk dəfə türk sözün qəbul edən dövlətdir. Göytürklər Xəritədə iki cür Göytürk xaqanlığı yazılıb. Birində Ötkən var paytaxtı. Bir tərəfdə yaşıl ərazidir. yaşıl ərazidir. Çünki tarixdə iki Göytürk dövləti olub. Deyirəm bax, ona görə də. Tarixdə uşaqlar iki Göytürk dövləti olub. Göytürklər bayrağı hər kəs aydın oldu. Mavi bayraq, üzərində qurd başlı təsvir qeyd olunur və Göytürklər Hun mənşəli Aşina nəslindəndir. Heç eşitmisiniz Aşina nəsli haqqında? İlk dəfədə eşidirəm. Kurdlar, türklərin təsvirləri haqqında. Türklər həmişə, bəzən Avropa tarixçiləri deyir ki, qərb tarixçiləri, türklər qurda, yəni canavara inanıblar. Bu inamla əlaqədar deyil. Sadəcə onlar niyə elə Göytürklərdən götürək? Niyə məhz canavarın, yəni qurd başlı təsvir var bayraqlarında? Səbəb nə ola bilərdi? Öz fikirlərinizi deyin. Kitab cümləsinə ehtiyacı olmasın. Güclü dövlət olduqları üçün qurd başlı adını Niyə məhz qoyublar. qurd başlı təsvir? Cümləni bir də deyə bilərsiniz. Aha, gəl qeyd edəyim. Deməli, Tərlan, belə idi sualımız. Deyirik ki, Göytürk dövlətinin paytaxtında qurd başlı təsvir var. Düzdür? Qurd başlı təsvirdir. Niyə məhz qurd başlı təsvirdir? Niyə onlar o heyvanın təsvirin bayraqlarına vururdular? Çünki çox güclü olduğu üçün bayraqlarına vururdular. Hə, çox güclü olduğu üçün və elə qurd özü canavardır da. Belə nümunə göstərim. Canavara əhəlləşdirmək olur. Canavar nəyəsə tabe olurmu? Verməli. Tabe olmur, bəli. Bax ona görə. Onlar onu güclü hesab. Bax deyir sizə güclü. Bax güclü olduqlarına görə onu vururdu bayraqlarına. Təsvirin vururdular ki, biz heç bir dövlətdən asılı ola bilmərik. Bəli. Müstəqilliyi hər şeydən üstün tuturlar. Müstəqil yaşamağı, müstəqil ərazilərdə belə qeyd edim də dövlətlər yaratmağı, o onlar üçün çox vacibdir. Və təsvirin üzərində də ki yazılar var. Bayrağın üzərində yazılar var.
O yazılar indi mən o dərsdən sonra göndərəcəm bayraqları, qrupunuza göndərəcəm, qruplara baxarsınız. Türk dövlətlərinin bayraqları. Onların bayrağın üzərindəki yazılar qədim türk əlifbasıdır. Kitay dilinə oxşayır amma. Yox, Kütahların dili deyil. O qədim türklərin yazısı olub. Əslində qədim türklər elə yazmalıdırlar. Təsvir odur. Bir dəfə tələbələr mənə deyir ki, müəllim, o yazını bizə öyrədə bilərsiniz. Hardasa 4-5 ildən öncə qədim türk yazısını öyrənməyə çalışmışdım mən. O əsasdakı orta əsrlər dövrü türk əlifbasının var idi. Qədim türklərin yazısı orta əsrlərdə gəlib çatır axı. Onu bir ara öyrənməyə çalışmışdım. Var idi məndə dəftərləri, əlifbaları falan. Bəzən uşaqlara deyirəm ki, görüm əgər onu yenidən inkişaf etdirsəm, yenidən öyrənməyə çalışsam sizə də məlumat verəcəm. Və Göytürk dövləti Aşina nəslinəndir, Hun mənşəli nəsildir və bu Göytürk bayaqları Nurgülün qeyd etdiyi kimi dedi ki, müəllim, tarixdə 2 Göytürk olub, bəli, 2 Göytürk dövləti olub. Gəlin birinci danışaq ilk Göytürk dövlətimizdən. Birinci Göytürk dövləti 552-dən 588-ə qədər mövcud olub. 552-dən 588-ə qədər birinci Göytürk dövləti mövcud olub. Və bu birinci Göytürk dövlətin Bumin Xaqan tərəfindən yaradılmışdır. Bumin Xaqan necə yaradır uşaqlar Göytürk dövlətin? Əvvəlcə avarlar deyəndə bu dövrdə xalqlar vardı. Bunlara Jujanlar deyirdilər. Onları məğlub edir. 552-ci ildə Göytürk dövlətini yaradır. Göytürk dövlətinin ilk paytaxtı olub Ötkən şəhəri. Ötkən həm birinci Göytürkün, həm ikinci Göytürkün paytaxtları olub. Mərkəz şəhərlər olub. Və birinci Göytürk dövləti 552-dən 588-ə qədər mövcud olub və dövləti idarə edən hökmdar Xaqan titulu daşıyırdı. Bir dövləti idarə edən hökmdar Xaqan titulu daşıyırdı. Məsələn, deyirəm, Bumi Xaqan, Muğan Xaqan, bu adlar necə gəlir? Xaqan titulu daşıdığına görə. Məlik Şah məsələn, şah titulu daşıyırdı. Onlar məsələn şah titulu daşıyırdı. Bunlar da Xaqan titulu olaraq qəbul edilirdi. Və bunlarda Xaqandan sonra gələn ikinci şəxs Yabqa adlanırdı. Bu nə deməkdir? Yəni dövləti necə? Yaxın mənasını verir. Yaxın mənasında. Yəni dövləti Xaqan idarə edir. Amma Xaqandan sonra ikinci vəzifə Yabqudur. O səlahiyyətləri o icra edir. Çox vaxtdakı Yabqu Xaqanın öz qohumlarından, qardaşından təyin olunurdu. O vəzifəyə keçirdi. Birinci Göytürk dövlətinin ən qüdrətli hökmdarları Muğan xandır, hökmdarı. 553-dən 572-yə qədər hakimiyyətdə olub. Muğan xanı bilirsiniz niyə qüdrətli hökmdar olaraq adlandırırıq? Çünki bu dövləti yaradan Bumin xanın dövründə də avarları məğlub etmişdi. Amma bu nə etmişdi? Bu birbaşa avarları, yəni Jujanları ölkədən qovmuşdu, ərazilərindən qovmuşdu. Sonra Çinə yürüş etdi, Çin özündən asılı hala saldı və Muğan Xaqanın dövründə ölkənin qərb vilayətlərini qardaşı İstəmi xan idarə edirdi. Qardaşı İstəmi xan idarə edirdi. Yəni İstəmi xandakı yəni qardaşı Muğan ölkənin hökmdarıdır. Bu da indi qərb vilayətlərini idarə edir. İdarəçilik bunun əlindədir. İstəmi xan da əvvəlcə Xəzərlərə yürüş edir, Xəzərləri Göytürklərə tabe edir. Bizansla əvvəlcə Bizansa hücum etmək istəyir, sonra hücum etsə də nə baş verir? Deyir ki, elə ən yaxşısı diplomatik əlaqələrdir. Aralarında diplomatik əlaqələr yaradır və Göytürklər həmin dövrdə Sasanilərlə ittifaq yaratsalar da Sasanilərlə müharibə də aparıblar. Sasanilərə məxsus olan Saqdiyana vilayətin Göytürklər ələ keçirmişdilər. Saqdiyana vilayətin Sasanilərlə müharibə aparan Göytürklər ələ keçirmişdilər. Həmişə bu mövzuya gələndə deyirlər ki, müəllim, bəs Göytürklər Sasanilərlə birləşib Axunun ərazilərini bölüşdürmüşdülər axı. Bəli, bölüşdürüblər. Amma əsasən bunlar arasında ittifaq yaranmamışdan əlavə müharibə də olub da. Müharibə də aparıblar və Göytürklər Saqdiyana vilayətini tabe etmişdilər.
Birinci Göytürk dövləti bu qədər güclü dövlətdir. Bəs nə baş verdi ki, dövlət zəiflədi? İndi onun səbəblərini sizlərlə bərabər qeyd edək. Şəhərlər Biri, filan da. ay sağ ol. Biri nədir? Elə tərlan siz deyin. Şəhərlər dağılması. Ay sağ ol. Şəhərlərin dağılması? Şəhərlərin dağılması, müharibə baş verməsi, Bəli. Sonra, sonra müharibə baş verməsi, gücdən düşməsi, ay ölkənin sağ ol. gücdən düşməsi, Bəli. e, sonra necə deyim? Sonra hansı dövlət idi Tərlan? Gəlib türklərə müdaxilə edirdi. Türklərin əsas düşmənlərindən biri hansı dövlət olub? Hansı o tez-tez türklərin torpaqlarına hücum edirdi, türklər arasında münaqişə yaradırdı? Çin. Çin, bəli. Uşaqlar, indi eşitmisiniz Uyğur türkləri haqqında Çindəki onların vəziyyəti? Elə bir şey eşitmişəm. Bəli. Onların hətta videoları da var. Yəni Çin, mən həmişə Uyğur xaqanlığı dərsinə gələndə mütləq şəkildə o mövzunu qeyd edirəm tələbələrə. Ki Çindəki o Uyğur məsələsi, Uyğur türklərinə qarşı olan o belə qeyd edim də millətçilik rəftarı, xalqlar arasında Çinin fərq qoyması, Çinin ayrı-seçkilik siyasəti və bayaq da Tərlanın dedikləri kimi türklər arasında həm qeyd edə bilərik hakimiyyət uğrunda mübarizələr, Çinin ölkəyə tez-tez müdaxilə etməsi, əsas da ki, türk hökmdarları çox vaxt gedirdi Çinlilərlə qohumluq əlaqəsi yaradırdı. Və qohumluq əlaqəsi yaradanda uşaqlar, bu birbaşa dövlətin bölünməsinə səbəb olurdu. Dövlət zəifləyəndə nə baş verir? Türk şahzadələri deyir ki, biz müstəqil olmaq istəyirik. Çinli şahzadələr deyir ki, biz Çindən əlaqə yaratmaq istəyirik. Bu da ölkəni daxili cəhətdən parçalayırdı. Digər tərəfdən dini ayrı-seçkilik. Bu dini ayrı-seçkiliyə gələndə həmişə sual verirəm mən tələbələrə. Dini ayrı-seçkilik deyəndə burada nəyi nəzərdə tuturuq? Buddizm dini. Buddizm, Göytürklər arasında Buddizm dini din yayılırdı. Bu da türklərin inancına uyğun deyildi. Çünki türklər İslamdan öncə düzdür, bütpərəst olublar. Amma onların daha çox inandığı göy tanrı olub. Onlar inanırdı ki, göydə bir qüvvə idarə edir. Buna da göy tanrı deyirdilər. Tengri'nin adını eşitmisiniz? Tengri. Məsələn, elə bir ölkələr vardı ki, məsələn, onların tanrısı məsələ başqadır. Məsələn, bizim tanrımız məsələn Allahdırsa, başqa ölkələrin tanrısı bir başqasıdır. Ay, sağ ol. Məsələn, Hindistanlılar da heyvandırlar, heyvana sitayiş edirlər. Onu ilahiləşdirirlər. Onlarda tanrılar fərqlidir. Tanrıların onlar Hindistanlarda elə icmalar, yəni qruplar var ki, tanrıların heykəllərini düzəldirlər. Bilirsiniz də, onlar heykəlləri Baxırdım onlara. məbədləri var. Yəni Buddizm dinində o da bir növ bütpərəstliyin bir növüdür. Məsələn, heykəlinə sitayiş edənlər var, Sfinks heykəli. Qədim Sfinks. Sfinks uşaqlar, Sfinks ilahiləşdirilən əslində bir heykəl deyildi. Sfinks harda qoyurdular? Piramidanın önündə insan başlı. İnsan başlı qoyurdular. Misirdə görmüşdüm onu desəm, Misirdə olmalıydı. İnsan başlı aslan bədənli bir əfsanəvi bir varlıqdır ki, mən tələbələrə dərs deyəndə altılar sual verir. Müəllim, belə bir varlıq yaşayıbmı? O tələbələr arasında biz müzakirə edirik. Yəni, onlar piramidanın önündə bəzi mənbələrdə ki, piramidanı və yaxud da ki, Misirin qoruyucusu olaraq göstərirlər. Və Göytürklərdə buddizm yayılırdı, bu da bunların dini inancına uyğun deyildi. İndi sual versəz ki, müəllim, İslam dini niyə yox idi o dövrdə? İslam dini yaranmamışdı hələ. Göytürk dövləti 552-dən 588-ə qədər eləyir 6-cı əsr. Birinci Göytürk dövləti. İslam dini də yaranıb 600 il. Necə? İslam dini olmayanda biz nəyə sitayiş eləyirdik? İslam dini olmayanda çox tanrılıq olub bizdə də. Bütpərəstlik olub. Sonrakı dövrlərdə isə xristianlıq da olub. Məsələn, ərəblər erkən orta əsrlərdə, ərəblər 7-ci əsrdə gəldi uşaqlar Azərbaycana. Ərəblər gələnə qədər Azərbaycanda əhalinin bir hissəsində zərdüştlük dini də var idi. Bütpərəst olanlar da vardı, xristianlar da vardı, dağlıq ərazilərdə xristianlıq dini də vardı.
Sonra gəldi, ərəblər gələndən sonra İslam dini yayılmağa başlandı. Və 6-cı əsrin 80-ci illərində Göytürk dövləti parçalandı. Şərqi Göytürk və Qərbi Göytürk. Şərqi Göytürk 7-ci əsrin 30-cu ilində Çindən asılı hala düşdü. Qərbi Göytürk də 7-ci əsrin 50-ci ilində. Çindən asılı hala düşdü bu iki dövlət. Sonradan Xəzərlərin adını eşitmisiniz? Xəzər türkləri. O Xəzər xaqanlığı uşaqlar, onlar tarixdə Göytürklərin varisləri olacaqlar. Göytürklərdən sonra onların Qərb Göytürk xaqanlığının varisləri də Xəzərlər olacaq. Yəni əslində bu türk tayfaları, türk dövlətləri hamısı bir-birindən əlaqədardır. Adları fərqli olsa da hamısı bir-birindən əlaqədardır, oxşardır. Məsələn, türk dövlətlərindən Azərbaycanlılar olsun, Türkiyə türkləri olsun, Qazaxlar olsun, Özbəklər olsun, Qırğızlar olsun, türk deyilik mi? Hamımızın mənşəyi türkdür, düzdür? Amma dövlətlərimizin adı ayrıdır. Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmənistan. Dövlətlərimizin adı ayrıdır. Necə? Amma bütün ölkələr türk sayılırdı. Türk, bütün dünya ölkələri yoxsa türk dövlətləri? Yox, mən türk dövlətləri. Ay sağ ol, bəli. Bütün türk dövlətləri mənşə cəhətdən türkdür. Yəni onların hamısını əlaqələndirsək, mənşələri eyni mərhələyə gəlib çıxacaqlar. Orta əsrlər dövrü və yaxud qədim dövrə əlaqələndirsək, eyni mənşəyə gəlib çıxırlar. Və bunlar Çin əsarətinə düşəndə tez-tez nə qaldırırdılar? Üsyanlar qaldırırdılar ki, Çin əsarətindən azad olsunlar. Sonra müharibələr çağırdılar ki, nə olsun? Azad olsun deyə. Ay sağ ol, bəli, müharibələr qaldırırdılar ki, azad olsunlar və bunların içərisində ən məşhur üsyan olub tarixdə Kürşad üsyanı. Kürşad üsyanı, Kürşad uşaqlar tarixdə doğrudan da qəhrəman olub. Çünki 40 nəfərlik döyüşçü ilə Çinlilər üzərinə hücum edib. Və Kürşad o döyüşdə məğlub oldu. Və maraqlısı budur ki, həmin döyüşdə Çin imperatoru öz vəzirinə nə deyir? Deyir ki, Kürşad öldürüldümü? O da deyir ki, xeyr, Kürşad ölmədi. Məğlub oldu. Çünki doğrudan da Çinlilər həqiqətən də, yəni 40 nəfərlik bir döyüşçü ilə Çin üzərinə hücum etmək böyük bir qəhrəmanlıqdır. Və o da ki, qəhrəmanlıq nəticəsində çalışdı ki, Göytürkləri Çin əsarətindən azad etsin, amma azad etmək alınmadı. Və sual versəz ki, müəllim, sonradan azad olundu mu? Bəli, sonradan azad olundular 682-ci ildə. 682-də digər Göytürk hökmdarı, başçısı deyək, Qutlu xan üsyan qaldıraraq Çinin şimalındakı türkləri öz ətrafında birləşdirdi və paytaxtı, bu da paytaxtı ötkən seçib. Deməli, həm birinci Göytürklərin, həm də ikinci Göytürklərin paytaxtı ötkən olub. Və yaradır artıq hansı dövləti? İkinci Göytürk dövləti. Bu xaqanın adı, əsl adı Qutlu xandır. Amma buna eyni zamanda uşaqlar nə deyirdilər? İltəris xan da deyirdilər. Niyə İltəris xan deyirdilər? İltəris sözünün mənası elin xilaskarı deməkdir. İltəris elin. El də bilirsiniz də, türklər dövlətlərinə el deyir daxil. Məsələn, necə ki, qədim Yunanlarda yadınızdadır. İndi Yunanlar türk deyil, amma Yunanları nümunə göstərim. Yunanlar deyirdi ki, biz özlərin elini adlandırırdılar. Dövlətlərin elli da deyirdilər. Qədim türklərdə isə gələndə, türklərdə çox vaxt, yəni dövlətin özünə də yurd və el sözlərindən istifadə edirdilər. Və buna da deyirdilər eltəris, yəni eli bir yerə toplayan. Yəni ona görə mənbələrdə Qutlu xan adı ilə yox, İltəris adı ilə gedir bu adamın adı. Test işləyəndə diqqət yetirirəm mən tələbələrə. Sual verirlər ki, müəllim, İltərisdir yoxsa Qutluqdur, biz hansını seçək? Əslində bu adamın əsl adı Qutluqdur. Amma Göytürkləri Çin əsarətindən azad etdiyinə görə buna deyirlər İltəris, yəni elin xilaskarı. Və həmin dövrdə İltəris xana kömək edən ən yaxın köməkçisi, həmin dövrün alimi Tonyukukdur. Tonyukuk həm vəzir idi, vəzir deyəndə, yəni Göytürk dövləti sarayında dövlət idarə işlərinə kömək edən şəxs idi. İltərisin dövründə sizə bir fərqi də deyim. İltəris xan digər
türk hökmdarlarından, yəni özündən əvvəldəki xaqanlardan fərqli olaraq onların bəzilərinin etdiyi səhvi təkrarlamadı. O səhv də nə idi? Bu Çinlilərlə deyil, türk qızı ilə evlənmişdi. Ondan əvvəldəki Göytürk hökmdarları, Hun hökmdarları gedirdilər Çinlilərlə qohumluq əlaqəsi yaradırdı. İltəris də bilirdi axı, hələ bunlar yeni Çin əsarətindən azad olublar. İltəris də bildi ki, bu da Çinlilərlə qohumluq əlaqəsi yaratsa, dövlət parçalanacaq. Və bu getdi türklərlə qohumluq əlaqəsi yaratdı. İltərisdən sonra hakimiyyətə oğulları gəlməli idi, Bilgə və Kültkin. Amma bunlar az yaşlı olduğuna görə türklərdə də uşaqlar bu var. Türk dövlətlərində hökmdar vəfat edəndən sonra övladlar əgər az yaşlıdırsa, hakimiyyəti qısa müddətliyinə onun qardaşı ya da qohumu idarə edir. Qardaşı gəlir Qapağan xan 692-dən 716-ya qədər Göytürk dövlətini idarə edir. Və Qapağan xan dövründə də türk dövləti güclənir. O da Mərkəzi Asiya türklərin bir bayraq adı altı ətrafında birləşdirir. Amma 716-da artıq hakimiyyətə Bilgə xan keçir. Bilgə xan da dövləti tək başına idarə etmir. Qardaşı Kültkin ordu başçısı olur, ordunun komandanı. Ən yaxın məsləhətçisi də Tony Cook olur. Tony Cook indi sual versəz ki, müəllim, Tony Cook İltərisin dövründə də olub, Qapağanda da olub, burada da olub. İndi bu insan yaşayıb da, yaşayıb gəlib çıxıb o dövrə qədər gəlib çatıb. Və Mərkəzi Asiya bu da Bilgə xan dövründə də Mərkəzi Asiya türklərini öz ətrafında birləşdirib, tabe edib. Bu da Çin üzərində yürüş edib. Qəbula düşən bir sual nümunəsini sizə deyim. Birinci Göytürk hökmdarı Muğan xandan, ikinci Göytürk hökmdarı Bilgə xanın oxşarlığı. Hər ikisinin dövründə əsas düşən cavabı deyim sizə. Hər ikisinin dövründə dövlətin ən güclü dövrləridir, ən inkişaf edən dövrləridir və hər ikisi Çin üzərində yürüşlər edib. Çin üzərində uğurlu müharibələr aparıblar. Bax, bunları qeyd edə bilərik. Və bunların üçünün də ardıcıl vəfatından sonra Göytürk dövləti zəifləyir və tabe olan xalqlar tez-tez üsyan qaldırır. Və o tabe olan xalqların biri də Uyğurlardır. Uyğurların qaldırdığı üsyan nəticəsində 2-ci Göytürk dövləti 744-cü ildə süqut edir. Həm Uyğurların, həm də ki, digər tabe edilən tayfaların üsyanı nəticəsində Göytürk dövləti süqut edir. Neçənci ildə? 700 neçə? 744. 744. Deməli, birinci Göytürk dövləti oldu uşaqlar 552-dən 552-dən 588-ə qədər. İkinci Göytürk dövləti oldu 682-dən 744-ə qədər. 682-dən 744-ə qədər. Bu da bunların tarixən gəlib keçdiyi dövrlərdir. İndi mən burada xəritəni ekranda paylaşacağım. Bir xəritəmiz var. Ona burada biri də baxağın. Dəqiqə. Buradan paylaşım edim ki, xəritəmizə baxaq. Bu arada sizi maraqlandıran sualları da verə bilərsiniz. Hansı suallar maraqlandırırsa, hansı mövzuda çətinlik çəkdiyiniz hissə varsa, onlardan da suallar verə bilərsiniz. Mete Tanhu kim idi? Mete Tanhu. Mete Tanhu Asiya Hun hökmdarı. Burada adı gedir onun üçün. Asiya Hun hökmdarı. Qədim dövrdə qədim Hunların, yəni ilk Asiya Hun dövlətinin hökmdarı olub. Hə, kitabda da belə göstərilib.
Bəli, bəli, diktator ilə qeyd olunub. Hətta mən sizə mövzunun konspektlərini də göndərəcəm. Onları da qrupa göndərəcəm ki, sizlər üçün daha da aydın olsun. Haqqında. Bir şey deyəcəm, amma belə bir şey var ki, mən dəfələrlə görmüşəm. Testə düşəndə, məsələn, burada kimi düşmür. Bir dənə yerə işarə edir, deyir bunu tap. Biz onu necə tapaq? Rəngsiz xəritələr olaraq Bəli, müəllimə. elə onun nümunəsini göndərirəm qrupa. Elə bir dənə qrupa onun nümunəsini göndərim. Xəritə üzərində burada bir testimizə baxalım. Düzdür, belə bildim Göytürk birincisi elə bil ötükən mərkəzi olan yerindədir, Bənövşəyi. İkincisi Aha. yaşıl olan hissədədir. Bəli, İndi elə onun nümunəsini göndərirəm qrupumuza. İstəyirəm o xəritələrə biri də burada baxalım. Dəqiqə. Məsələn, mən o səfər Pekini qarışdırmışdım. Elə bilirdim Pekin şəhəridir, amma səndə Pekin deyilmiş. Yox, narahat olmayın. İndi onu burada mən ekranı paylaşıram. Biri də ona baxarıq. Dəqiqə oradan paylaşım edim ki, onlara baxalım. Dəqiqə. Qrupa ilə ona uyğun bir test atıram. Elə o test əsasında baxağın. Hər kəs var qrupda? Mən bəli varam. Aha. Ay sağ ol. Qrup ilə onun əsasında test atıram. Mən ekranı paylaşım, biri də baxağın hər biriniz. Oradakı xəritədə yerləri də sizə göstərəcəm. Aydın olsun. Dəqiqə. Məncə ekran paylaşılmalıdır. Aha. Ekran ilə paylaşılır. Ekranda hər kəs xəritəni görür. Görünəlim. Görünmür? Xeyr. Hələ Xeyr. paylaşılmayıb. İndi görünürmü xəritə? Bəli, bəli, görünür indi. Ha, əla. Məndə də kameram qeyd etsin. Ha. Sistəmi xan hansı xan idi ki? O belə Baxın. bir şey. Elə belə bir burada testimizə baxağın. Burada deyir ki, İstəmi xanın yürüş etdiyi ərazini xəritədə müəyyən edin. Maraqlı bir sualımızdır. Gəlin biri də baxağın. Burada bir ərazisi, uşaqlar, istəsəz əraziləri mən bir-bir qeyd edirəm. Bir ərazisi Almaniyadır. Almaniyanın ərazisi. 2 Bizansın torpaqlarıdır. Balkan yarımadası, Bizansın əraziləridir. 3 Fransadır. 4 İngiltərədir. 5-dəki Rusiyadır. Və İstəmi xan özü 1-ci Göytürk xaqanlığında Yabqu vəzifəsində idi. Muğan xaqanından sonra 2-ci vəzifədə Yabqu xaqandan sonra 2-ci şəxs idi. Və onun dövründə Bizans ərazisinə hücum etsə də başladı Bizansdan diplomatik əlaqələr yaratmağa. O da yürüş etdiyi yer Bizansdır. Bizansda 2-dir burada. Bizansın ərazisi 2-dir. Yəni burada bu sualda düzgün cavabımız B variantıdır. Bu testi göndərməkdə məqsədim nədir? Bəzən tələbələr xəritədə Bizansın yerini tapmaqda çətinlik çəkirlər. Bizansın yeri əsasən uşaqlar Balkan yarımadasıdır. Balkan yarımadası əraziləridir. Yəni o dövrdə Yunanistandır, Makedoniyadır. Orta əsrlərdə onlar Bizansın tərkibində idi. Bizansın tərkibində olan ərazilər idi. Yəni Bizans da burada 2 olan rəqəm qeyd olunan yerdədir. Qaldı ki, bir xəritəmiz də var hətta. O xəritəyə də burada biri də baxağın. Baxın. Göytürk xaqanlığı X-də qeyd edib burada. Mərkəzi Ötkən şəhəri. Görürsüz? Çin nə qədər yaxındır? Çox yaxındır ərazi cəhətdən. Ona görə deyirik ki, Türk dövlətlərin erkən orta əsrlərində əsas düşmənlərindən biri Çindir. Bunu niyə görə qeyd edirik? Təkcə bu Göytürklər üçün deyil.
Uyğur xaqanlığında da Çin düşmən olacaq. Uyğurlar da Çindən, hətta onlar da Çindən xərac tələb edəcəklər. Yəni aralarında münaqişələr olub. Bu da Göytürk xaqanlığının əraziləri tarixən. Ötkən şəhəri təkcə Göytürklərin necə? Göytürkün aşağısında yazılıb Ötken. O da onun paytaxtıdır. Bəli, bəli. Ötkən onun paytaxtıdır. Ötkən həm birinci Göytürkün, həm ikinci Göytürkün. Hər ikisinin paytaxt şəhəri olmuşdu. Bəli. Belə, bunlar əsasən qeyd edilənlərdir. Hətta xəritəyə aid olan gəlin bir dənə də test göndərim. Ona da biri də baxağın. Bu dəfə sizlərdən soruşacağım xəritədə yerləri. Görüm tapa biləcəksinizmi? Kaşfı xəritəni çıxartsalar. Xəritə necə olardı? Çıxartsaydılar ümumiyyətlə. Yox, xəritə imtahana düşür. Niyə ki? O qədər nifrət edirəm ki xəritəyə. Xəritə əslində bəzən tələbələr deyir ki, müəllim coğrafiyanı bilmədən xəritəni öyrənmək mümkün olur. Ən azından, yəni tarix sizə xəritənin dərinliklərinə qədər soruşmur ki, ən azından oxuduğunuz dövlətləri xəritədə yerlərin göstərməyi bacarmalısınız. Hansı dövlət hardadır, necə idarə olunur? Baxın, ona uyğun elə 2 dənə də test atdım. Qrupa gəlsin, biri də baxağın. Hə, Bilgə xana aiddir bu Bilgə xaqan uğurlu yürüşləri. Bilgə xaqan mən bilən Çin üzərindən uğurlu yürüş eləmişdi. Yadımda belə qalmışdı deyəsən. Deməli, qrupa göndərilən xəritəyə baxdınız. Bir dəqiqə, mən də ora keç dedim. Yəni görünür. Qrupda xəritədə deyir ki, Bilgə xaqanın uğurlu yürüşlər etdiyi dövləti xəritədə müəyyən edin. Çindir mən bilən. Bilgə xaqanın yürüş etdiyi ərazilər, bəli, Çin. Çinə yürüşlər etmişdi. Bu xəritə uşaqlar, bu bayaqki sualın xəritəsidir. İndi qrupunuza göndərdim. Qrupdan baxa bilərsiniz. Bilgə xaqanın, bəli, yürüş etdiyi yer Çindir. Çin də orada hardadır xəritənizdə? Müəllim dur. Çin orada xəritədə 2 rəqəminin yerindədir. 2. 2 rəqəmi Çindir. 2 rəqəmi Çindir uşaqlar. 4-ü kim idi deyən? 4. 4 uşaqlar. 4 bilirsiniz haradır? 4 Monqolistandır. Xəritədə 4 Monqolistandır. 2 Çindir. Sonra 5 Hindistandır. 1 Qazaxıstan əraziləridir. 3-dəki İrandır. Yəni Bilgə xan uğurlu yürüş etdiyi yer deyirsə, o da təbii ki, haradır? Çin əraziləridir. Əslində yadda saxlasaq, baxanda oxşatmaq olur. Çünki mən kitabda da baxıram. O tərəfi biraz belə gəlir. Oradan tapmaq olar əslində. Bəli, bəli. Oradan əslində rahatlıqla tapmaq olar. Yəni Sadəcə yaddaş məsələsi var. tarix elədir ki, davamlı olaraq təkrara ehtiyacı olan bir fəndir. Yəni nə qədər oxusaz da yenə də təkrarlar etməlisiniz. Tarixin əsas üstünlüklərindən biri də budur. Deməli, xəritə əsasında bunları qeyd etdik. Sonra başqa nə qaldı? Testimizə buna baxdıq. İndi deməli belə. Deməli, bunları qeyd etdik. İlk öncə ekran orta əsr türk mövzularından bunları da qeyd edim uşaqlar sizlər üçün. Ekran orta əsr türk dövlətlərindən bugün bu mövzunu seçməkdə məqsədimiz odur ki, hər il qəbul imtahanına bir dənə sual düşür. Yəni siz hara getsəz, qəbul imtahanında indi inşallah gələcəkdə görəcəksiniz ki, bu mövzuların özlərindən gəlir bir dənə sual düşür qəbul imtahanlarına. Çox vaxt nəyidən düşür? Müqayisəli təhlildən düşür. Venn diaqramı verir, deyir Venn diaqramında türk dövlətləri müqayisə edin. Gələr məsələn Bunları qarışdırmaq lazımdır. Mən çox qarışdırıram. Öyrənirəm nəyisə, amma qarışdırıram. onları elə qarışdırmamaq üçün də
Qrupa bir dənə qeyd də göndərirəm. Elə istəyirəm o qeydə də baxaq. Ekranı paylaşım birinci ona da baxağın. Görsüz orada Uyğur Xaqanlığının mən qeyd etmişəm məlumatları ardıcıllığına. Yəni bu təbii ki sizlərə kömək üçün olan bir qeyddir ki, istifadə edə bilərsiniz. Uyğurlar özü 2-ci Göytürk Xaqanlığının süqutundan sonra yaranan dövlətdir. 2-ci Göytürk Xaqanlığı süqut edir. Onun torpaqlarında Uyğur Xaqanlığı meydana gəlmişdir. 744-cü ildə. Uyğur Xaqanlığının uşaqlar paytaxtı olub Ordu şəhəri. Uyğur Xaqanlığının mərkəz şəhəri olmuşdu Ordu şəhəri. Və ekran niyə paylaşılmadı bir dəqiqə? Paylaşılıb görürük. Hə. Ekranda görürsüz məlumatları. Bəli, bəli. Aha. Baxın 744-cü ildə qeyd etmişik ki, Qutluq Bilgə Gül Xaqan tərəfindən Uyğur dövləti yaradılmışdı. 744-cü ildə. Uyğur dövlətinin özünün mövcud olma illəri 744-dən 842-yə qədər olan dövrdür. O da erkən orta əsr türk dövlətlərinə daxildir. Erkən orta əsr deyəndə yenə də qeyd edirəm, şərqdə və qərbdə, yəni şərqdə və Avropada fərqlənsə də, şərqdə 3-də başlayıb, Avropada 5-də başlayıb, amma əsas odur gəlir 11-də dayanır. Yəni siz 11-ci əsrə qədər olanı erkən orta əsr qəbul edirsiniz. 11-dən o tərəfə 12, 13-də olanlar erkən orta əsr deyil. Onu Erkən orta əsr onda 3-cü əsrdən 11-ci əsr oldu. Bəli, 3-dən 11-ə qədərdir. Avropadakı 5-dən 11-ə qədər. Avropada da 5-dən 11-ə qədər olan dövr erkən orta əsrlər dövrüdür. Uyğurlar haqqında burada xüsusi olaraq bir əsas məlumatları sizə qeyd etmək istəyirəm. Uyğurlarda xanları sırayla qeyd edək. Dövləti yaratdı Qutluq Bilgə Gül Xaqan. Ondan sonra hakimiyyətə gəlir oğlu Mayonçur. Yəni Qutluq Bilgə Gül Xaqan yalnız bir il dövlət idarə edir, 744-dən 45-ə qədər. 745-də hakimiyyətə oğlu Mayonçur gəlir, 45-dən 59-a qədər. Onun da hakimiyyət dövründə əvvəlcə gəlməsi ciddi narazılıqla qarşılansa da, sonradan hakimiyyəti gücləndirdi və dövlətin idarəçiliyini ələ keçirə bildi. Yəni idarəçiliyi bacardı. Və Mayonçurun dövründə uşaqlar bir hadisə baş verdi. Bunu da qeyd edim. Onun üçün ki, testlərdə bəzən uşaqlar səhv salırlar. Talas döyüşünü Uyğurlar Talas döyüşünə getməyiblər. Amma Talas döyüşü niyə Uyğurlarda var? Onu sizə mən qeyd edim. 751-ci ildə Çinlilərlə ərəblər arasında döyüş olur. Talas vadisi yaxınlığında döyüş. Və o döyüşdə Çinlilər məğlub olur, Mərkəzi Asiyadan geri çəkilir. Uyğur dövləti də Mərkəzi Asiyada yaranıb axır. Çinlilər Mərkəzi Asiyadan geri çəkilən kimi artıq Uyğurlar Mərkəzi Asiyada hökmranlıq dövrü başlayır. Yəni belə qeyd edim də sanki Mərkəzi Asiya torpaqlarına Uyğurlar sahib olurlar. Deməli belə. Bunları belə qeyd etdik. Sonra ekran, deməli bunları qeyd etdik. Yəni Mayonçurun hakimiyyət dövründə Uyğurlar Mərkəzi Asiya torpaqlarına sahib oldular. Yəni artıq Çinlilər o ərazidən çıxandan sonra bu Mərkəzi Asiya torpaqlarına sahib olmuşdular. Və Mayonçurun hakimiyyət dövründə Çin imperatoru Uyğurlardan kömək istədi. Uyğurlar da həmin ərəfədə Çinlilərə kömək etdi. Və Çin imperatorunun hakimiyyətini bərpa etdilər. Və bunun qarşılığında da Çinlilər nə etdi? Hər il Uyğurlara ipəklə xərac ödədilər. Amma sonraki dövrdə Uyğurlar yenidən Çin ərazilərinə yürüşlərini davam etdirəcəklər. Deməli 759-da Mayonçur gedəndən sonra hakimiyyətə gəlir uşaqlar Bögü Xaqan, Uyğur hökmdarıdır 759-dan 779-a qədər. Onun dövründə də Çinin ticarət yolları üzərində nəzarəti ələ keçirilmişdi. Çinə hücum edən Tibetliləri məğlub edib Çindən qovmuşdu, yəni Çindən çıxarmışdı. Və Bögü Xaqan dövründə uşaqlar Çində yeni bir dini inanc yarandı. Dini inanc deyəndə dini təlim. Bu da dini təlim hansı idi uşaqlar? Dini təlim maniçiliyi idi. Maniçiliyin adı məncə eşitmisiniz.
Maniçilik bilirsiniz nə deməkdir? Bu 3-cü əsrdə yaranan bir dini təlimdir. Azərbaycan tarixində də gəlib mani. Orada da biz maniçiliyi keçmişik ki, mani adlı şəxsin adı ilə əlaqədardır. O qeyd edirdi ki, bütün dinləri vahid bir dində birləşdirək. Bütün dini elementləri birləşdirək. Bu da təbii ki, 8-ci əsrdə Uyğurlarda da mövcud olmuşdu. Amma maniçilik Uyğur xaqanlığında, baxın, mən bura qeyd etmişəm. Bu qeydi özüm hazırlamışam. Mani təlimi Uyğur xaqanlığında dini pərakəndəliyə səbəb oldu. Niyə dini pərakəndəliyə səbəb oldu? Çünki uşaqlar Uyğurların həmin o təlim döyüş ruhunu aşağı salırdı. Təlimdə deyirdi ki, döyüşmək olmaz. Döyüşməyi qəbul etmirdilər. Amma Uyğurlar da indi orta əsrlər elə bir dövrdür ki, dövlət sizə bir sual verim. Orta əsrlər dövründə bir dövlət ki, müharibə aparmasa, ərazilərə yürüş etməsə, o dövlət güclü olarmı? Xeyr, müəllim. Xeyr, daha zəifləyəcək. Daha da zəifləyər, daha da qonşu dövlətlərin bəli hücumuna məruz qalar. Bu da dini təlim Uyğurların döyüş ruhunu aşağı saldı və tabe edilmiş xalqlar 9-cu əsrdə üsyanlar qaldırdı və 842-ci ildə və yaxud da ki, istəsəz əsr olaraq deyək, 9-cu yüzillikdə, 9-cu yüzilliyin 40-cı ilində Uyğur xaqanlığı süqut etdi. Və Uyğurların mədəniyyəti haqqında sizə bir məlumat da qeyd edim uşaqlar. Uyğurlar Avropalılardan əvvəl kağız istehsal etməyi və mətbəx yaratmağı öyrənmişdilər. Kağızın ilk dəfə yarandığı ölkə Çindir. Amma Uyğurlar da təbii ki, Avropalılardan öncə istehsal etməyi öyrənmişdilər. Deməli belə. Bunları qeyd etdik. İndi son olaraq bir cümləni də qeyd etmək istəyirəmsə, mövzumuzla əlaqədar. Səsim aydın gəlir, amma deyəsən görüntüm getdi mənim. İndi düzələr. Mövzumuzla əlaqədar sizə bir sonuncu olaraq onu da qeyd edim ki, Uyğurlarla əlaqədar. Uyğurların süqutu da, bu da erkən orta əsrlər dövrü olaraq qəbul edirik. Çünki 744-də yaransa da 842-ci ildə bu dövlət də süqut edib. Yəni 11-ci əsrə qədər, bu 9-cu əsrdir. Biz demişdik ki, 11-ci əsrə qədər erkən orta əsrlər dövrüdür. Belə. Bugün əsasən 3 dövlətimizi sizinlə müzakirə etdik. Bunların içərisində deməli biz qeyd etdik hansı dövlətləri? Avropa Hun, Ağ Hun, Göytürklər, hətta 4-ünü müzakirə etdik. Bir də Uyğurlar. Uyğur. Bu dövlətlərin qəbul imtahanında sizə narahat olmayın. Bunların abituriyentlərə xəritəsi düşmür. Məsələn, qəbul imtahanında demir ki, Göytürk dövləti hardadır və yaxud da ki, Ağ Hun dövləti hardadır. Onu demir, amma yürüşləri düşür. Məsələn, Ağ Hunlarda bayaq kimin adını çəkdim? Əsasən çəkdim Mihraqulun adını. Dedim, Mihraqul hara getmişdi? Hindistana yürüş etmişdi. Deməli, siz artıq bilməlisiniz ki, Hindistan hardadır. Yəni, ən azından qəbula hazırlaşan tələbələr, abituriyentlər xəritələrdə Hindistandır, Çindir, sonra Avropa ölkələridir. Yəni Asiya ölkələrdə ən azından yəni bunların qəbul imtahanı nəyə deyirsiniz? Blok imtahanı deyil qəbul imtahanı. Bəli. Qəbul imtahanı ilə blok imtahanı belə qeyd edirik. Yəni bunlara deməyimdə məqsəd odur ki, Türk dövlətlərini oxuyanda həmişə müqayisəli oxuyun. Bir-biri ilə müqayisə etməyi bacarın ki, mən Uyğurları oxudum. Bunun Göytürklərlə nə kimi oxşarlığı var? Və yaxud da ki, Ağ Hunla Avropa Hunun oxşarlıqları nələrdir? Ağ Hunla Avropanın oxşarlığı düşsə, deyirik ki, hər ikisi 4-cü əsrdə yaranıb, hər ikisi, nə bilim, müharibələr aparıb, sərhədlərin genişləndiriblər. Bax, bunları qeyd edə bilərik. Yəni, elə dövlətləri çalışın oxuyanda oxşarlıqlarını əsr cəhətdən müqayisə edin. Belə, xəritədən də qeyd etdik bugün, mövzuları ümumi olaraq qeyd etdik. Əlavə kimin sualları var? Yoxdur. Onda suallarınız yoxdursa, sağollaşıram. Gecəniz xeyrə. Gələn dərslərimizdə görüşərik. Gələn dərslərimizdə də sorğu başladıq. Mən sabah inşallah qoşula bilməyəcəm. 3-cü gün qoşulacam 19-20-də. Narahat olmayın. Biz onsuz da tarixləri öncədən qrupa göndəririk. Qrupa qoşulan vaxtlarda müəyyənləşdirirsiniz. Belə, gecəniz xeyrə. Gələn dərsdə artıq canlı yayın mövzusumuz biri də seçərik. Sağ olun. Sağ olun. Sağ olun.